nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır və mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Hər bir xalqın tarixində sakral günlər var. Sakrallıq müqəddəslik deməkdir. Bu, adətən hansısa millətin tarixində baş vermiş və sonradan onun ruhunun rəmzinə çevrilmiş hadisələrin günüdür. Bu hadisələr həm qələbə, həm də faciəvi məzmun daşıya bilər. Azərbaycan xalqı formalaşma prosesində və çox əsrlik tarixində ciddi sınaqlardan keçib. Həm qələbələr, həm itkilər, həm sevinç, həm də kədər olur. Bugün təqvimdə 8 noyabrdır. Düz 5 il əvvəl bu tarix Azərbaycanın milli qürurunun və ləyaqətinin üzərinə qalxdığı artıq monolit və sarsılmaz olan bir postamentə çevrildi. Həmin gün bu postament üzərində onlar bir simaya büründülər. Dəmir yumruğa. Bugün isə həmin tarixin hər bir Azərbaycanlının qəlbinə həkk olunmasından 5 il sonra biz dəmir yumruğun, tariximizin və kimliyimizin yeni rəmzinin 5 illiyini qeyd edirik. Və bu, bizim sakral tariximizdir. Biz indi 44 günlük vətən müharibəsinin gedişinə və ya ayrıca əməliyyatlara toxunmayacağıq. Bu barədə çox deyilib. Hər şey yaxşı araşdırılıb, sənədləşdirilib və dünyanın aparıcı hərbi akademiyalarında öyrənilməyə davam olunur. Müharibənin özünün 9-undan 10 noyabra keçən gecə, Ermənistanın faktiki kapitulyasiya bəyanatını imzalaması ilə başa çatmasına baxmayaraq, qələbə günü 8 noyabr elan edildi. Çünki hələ müharibə davam edərkən, məhz həmin gün Prezident İlham Əliyev milli televiziya ilə xalqa müraciət etdi və Azərbaycan xalqının düz 28 il 6 ay gözlədiyi sözləri söylədi. O gündən bəri ki, işğalçı xalqımızın müqəddəs məkanına, Şuşa şəhərinə daxil olmuşdu. Şuşanın azad olunacağına, düşmənin qovulacağına Azərbaycanlıların əksəriyyəti şübhə etmirdi. Çünki belə şübhələrin özü belə müqəddəsliyə sayğısızlıq kimi görünürdü. Şuşanı qaytaracağıq ya yox, sual deyildi. Təkcə bir sual vardı. Biz bu günü həyatda ikən görəcəyikmi? Öz gözümüzlə görüb Qarabağın incəsinin küçələrində gəzə biləcəyikmi? Cıdır düzündə nəfəs alacağıq? Hər daşından muğam kimi süzülən səsləri dinləyəcəyikmi? Şuşa məscidlərindən birində dua etməyə vaxtımız çatacaqmı? Bu kadrları indi biz izləyiriksə, demək bizə bu günü görmək nəsib oldu. Təəssüf ki, hamıya nəsib olmadı. Çoxları bu günü görmədən dünyadan köçdü. Lakin onların ruhu bugün heç bir şübhə yoxdur ki, rahatlıq və sevinç içindədir. Çünki onların oğullar və nəvələri bunun üçün hər şey etdilər. Bugün Şuşa azaddır. Bütün Qarabağ və Şərqi Zəngəzur azaddır. İndi oralar böyük bir tikinti meydanına çevrilib. Gecə-gündüz inşaatçılar işləyir. Anama əməkdaşları əl çəkmədən həyatlarını təhlükəyə ataraq vacib və təhlükəli missiyalarını yerinə yetirirlər. Hər həftə yeni köçkün ailələrinin qaytarılması ilə bağlı xəbərlər eşidirik. Qarabağ Universitetində artıq 2-ci kurs tələbələri var və biz ilk məzunlarını səbirsizliklə gözləyirik. Həmçinin Toğanalıdan Kəlbəcərə gedən yeni yolun ilk sərnişinlərini gözləyirik. Yeni hava limanlarında təyyarələr enir. 30 ilə yaxın azanın səsi eşidilməyən yerlərdə eyni anda bir neçə məsciddən azan səsləri ucalmağa başlayır. Görülən və görüləcək işləri çox uzun sadalamaq olar. Bütün bu nailiyyətləri birləşdirən bir həqiqət var. Onların hamısı Azərbaycan xalqının sakral tarixi 8 noyabr sayəsində mümkün oldu. Bu bizim qələbə günümüzdür. Tariximizə minlərlə şəhidin canı bahasına yazıldı. Xalqımız bu günə çox uzun yol gedərək çatdı. Həm zaman baxımından uzun idi, həm də xüsusilə müstəqilliyin ilk illərində çox çətin və keşməkeşli oldu. Əsrin müqaviləsini, Azərbaycan ordusunun demək olar ki, sıfırdan yaradılmasını, hərbi təlimləri, yeni texnologiya və silah sistemlərinin mənimsənilməsini xatırlamaq kifayətdir. Şübhəsiz ki, 8 noyabr tarixinin meydana çıxmasında Azərbaycan diplomatiyasının, politoloqların,
Jurnalistlərin də çox böyük payı var. Onlar uzun illər informasiya cəbhəsində güzəştə getməyən mübarizə apardılar və təkcə ermənilərə qarşı yox, onların himayəçilərinə qarşı döyüşdülər. 8 noyabr ancaq onların üzərində qələbədir. Bugün artıq ATƏT Minsk qrupu yoxdur. Ədalətsiz 907-ci düzəliş faktiki dondurulub. Bir zamanlar müharibədən əvvəl Qarabağa nümayişkarana səfərlər edənlərin çoxu bugün görünmür. Hardasınız? Bugün Azərbaycan paytaxtının Azadlıq meydanında 8 noyabr tarixini milli yaddaşımıza həkk edən qəhrəmanlar sıralarla addımladılar. onların hamısı döyüş meydanından qayıtmadı. Minlərlə igid şəhid oldu ki, bugün Pənahələ xanın, Natəvanın, Vaqifin, Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin, Bülbülün, Sadıqcanın ruhu sevinsin. Bugün ümumilli lider Heydər Əliyevin ruhu sevinir. Çünki məhz o, bizi qələbəyə götürən doktrinanın əsasını qoydu. Şanlı ol, Azərbaycan xalqı, qələbə qazanmış xalq. Bütün dünya bizim paradın kadrlarına baxsın və ən əsası da Bakının baş meydanından keçən Azərbaycan əskərinin gözlərinin içinə diqqətlə baxsın. Baxsın və onların gözlərində vətəni qorumaq əzmini görsün. Bu torpaq bizimdir, əbədi bizimdir. Qələbə gününüz mübarək, əziz həmvətənlər. Şan olsun qüdrətli Azərbaycan ordusuna və onun müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevə.